Salam əziz şagirdlər. Bu günlər biz mövzu sınaq imtahanı 12-nin deməli cavablarına baxacağıq inşallah. Doğru cavablarına, izahına. Birinci sualdan başlayaq. Sxem sualıdır. Sacıoğlu dövlətinə aid deməli 3 xüsusiyyəti verilib, biri boş buraxılıb. Sacıoğlu dövlətinin burada 4-cü boşluğunu tapmaq lazımdır. Baxırıq burada. Elə doğru cavab burada A-dır. Çünki burada yazıb ki, dövlətin ərazisi Dərbənddən Zəncana qədər, Zəncan və Həmədana qədər uzanırdı. Bəli, bu bizim kitabımızda da elə qeyd edilib. Digər cavablar Sacilər dövlətinə aid deyil. Ona görə doğru cavab A-dır. İkinci sual hadisə nəticə əlaqələrini müəyyən etmək lazımdır. Sacıoğlu dövlətinin yaranması nəticəsində Dərbənddən İran körfəzinə qədər ərazilər bu dövlətin tərkibində birləşdirildi. Xeyr. İran körfəzinə qədər olmaz, Zəncan və Həmədana qədər ola bilər. İslam dininin yayılması ilə xalqımızın formalaşmasına müsbət təsir göstərdi. Bu doğru cavabdır. Ərəb xilafətinin tənəzzülü nəticəsində Azərbaycanın qədim dövlətçiliklərinə son qoyuldu. Xeyr, bu da yanlışdır. Səlcuqların Azərbaycanı fəth etməsi nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da gücləndi. Doğru. Dolayısıyla 2-4 doğru cavabdır. Yəni A cavabı. Üçüncü sual. Daha sonra baş vermiş hadisəni müəyyən edin. Eldənzilər dövləti 12-ci əsrdə yaranıb, Qaraqoyunlu dövləti 15-ci əsrin birinci yarısında yaranıb, Sacıoğlu dövləti 9-cu əsrin sonunda yaranıb, Ağqoyunlu dövləti deməli 16-cı əsrin əvvəllərində süqut edib, Ruslar Bərdəni qarət edib 944 10-cu əsrdə. Daha sonra baş vermiş hadisə burada təbii ki, Ağqoyunlu dövlətinin süqut etməsidir. D cavabı. Dördüncü suala baxırıq. Bayandurlu dövləti, yəni Ağqoyunlu dövləti Eldənzilər dövlətindən fərqli olaraq deməli Kür çayından şimaldakı torpaqlarında meydana gəlib. Xeyr. Heç biri Kürdən şimalda yaranmayıb. Misal üçün, Kürdən şimalda yaranan dövlətimiz Şirvanşahlardır. 15-ci əsrdə yaranıb, bəli, doğru cavab budur zaten. Çünki Eldənzilər 12-ci əsrdə yaranıb, Bayandurlu isə 15-ci əsrdə yaranıb, ona görə doğru cavab B-dir. Orta əsrlərdə şimalda mövcud olan yeganə dövlət idi. Xeyr, hər ikisindən başqa həm də Şirvanşahlar mövcud olub. Şirvanşahları asıl hala salmaq, Bayandurlu dövləti Şirvanşahları asıl hala salmayıb, Eldənzilər asıl hala salıb. Deyəlim, sual tərsinə qoysaydı ki, Eldənzilərin Bayandurludan fərqi, o zaman D-ni götürə bilərdik. Bir müddət Azərbaycanı vahid dövlətə birləşdirmək, bu da yenə tərsinə olsaydı, o Eldənzilərin Bayandurludan fərqi ola bilərdi, bu da səhv. Davam edirik. 5-ci sual. 5-ci sualda deməli, dörtlü Venn diaqramıdır, daha doğrusu üçlü Venn diaqramıdır. Deməli, 3 hökmdarın müqayisəsi. Çaldıran döyüşündə Osmanlı ordusuna qarşı vuruşmuşdu. Bu, təbii ki, Şah İsmaildir. Cəlahiləri və Teymurilərə qarşı mübarizə aparmışdı. Bu, Qara Yusifdir. Böyük Moğol dövlətinə hərbi yürüyüş təşkil etmişdi. Bu da Nadir Şahdır. C-ni də 3-ə yazırıq. Görkəmli türk hökmdarı olması 3-yə də aiddir. 4-ə yazırıq. 15-ci əsrdə fəaliyyət göstərməsi. Deməli, 15-ci əsrdə fəaliyyət göstərəndə Qara Yusifdir. Deməli, bunu da 2-yə yazırıq. Deməli, bu zaman 1A, 2B, D, deməli 2B, BY, 1A, 2BY, 3C, 4D. Yəni C cavabı doğru cavab olur. Davam edək. 6 sayılı sual. Deməli, Eldənzilər, Sacıoğlular və Şirvanşahların heç birinə aid olmayan bir cavab tapmalıyıq. Baharlı dövlətinin eyni dövrdə mövcud olmaq bu Şirvanşahlara aiddir. Paytaxtın Ərdəbil şəhər olması bu Sacıoğlulara aiddir. Azərbaycanı birləşdirmək bu Sacıoğlu və Eldənzilərə aiddir. Araz çayından şimalda meydana gəlmək bu deməli Şirvanşahlara və Eldənzilərə aiddir. Ərəb xilafətinin süqutu nəticəsində yaranmaq bu heç birinə aid deyil. Çünki bəli, bu bizi yanılda bilər ki, Şirvanşahlar, Sacıoğluları xilafətin süqutu yox, zəifləməsi nəticəsində yaranmışdır. Ona görə qarışdırmamaq lazımdır. Burada doğru cavab 7. 7-ci sual. 15-ci yüzillikdə diplomatik fəaliyyətlə tanınırdı. Ona Ağqoyunlu dövlətinin qadın sultanı. Təbii ki, burada söhbət Saray Xatundan gedir. Doğru cavab C-dir. 8-ci sualda deməli İslam dininin daxilində çəkişmələrə son qoymaq istəyirdi və yeni dövlət yaratmışdı. 18-ci əsrdə hakimiyyətdə olmuşdu. Təbii ki, bu Həsən Padşah ola bilməz, çünki 15-ci əsrdir. Şah İsmail ola bilməz, 16-cı əsrdir. Qara Yusif 15-ci əsrdir. Deməli, burada Nadir Şahdan gedir söhbət. B və ya D cavabıdır. B-də deyir, uğurlu hərbi səfərlər etməklə dövlətin xəzinəsini zənginləşdirməyə çalışırdı. Bəli, Əfqanlara qarşı uğurlu mübarizə apararaq 2-ci Təhmasibin etimadını qazanmışdı. Bu da Nadir xana aiddir. Çünki var Nadir xana aid olanlar, var Nadir Şaha aid olanlar. Qarışdırmamaq lazımdır. Və burada yeni dövlət yaratmışdı deyirsə, deməli söhbət Nadir Şahdan gedir, Nadir xandan yox.
Ona görə bunu da çıxırıq. Doğru cavab B-dir. Gəldik 9-cu suala. 9-cu sualda deyir, daha əvvəl baş vermişdi. Həsən Padşahın islahat həyata keçirilməsi 15-ci əsr. Baharlı dövlət yaranıb 15-ci əsr. Muğan qurultayı çağırılıb 18-ci əsr. Qızıl Arslan özünü sultan elan edib 12-ci əsr. Qara Yusif Teymurilərə qarşı mübarizə aparıb 15-ci əsr. Ona görə burada əvvəl olan hadisə D, Qızıl Arslanla bağlı olan cümlədir. 10-cu sual, Xürrəmlərin rəhbəri Babəkə aid deyil. Əhalinin bütün təbəqələr ətrafında toplanmışdı. Bəli. 9-cu əsrin 2-ci rübündə hərəkətə rəhbərlik edirdi. Bəli. Çünki 837-yə qədər rəhbərlik edibsə, bu da 2-ci rübdə daxildir deməli. Ordusunda güclü intizam yaratmışdı. Bəli. Xəlifənin Azərbaycanda hakimiyyətinə son qoymuşdu. Bəli, doğru cavab budur. Bu yanlış ifadədir. Babəkə aid deyil. Niyə? Çünki Babək edam edilib, Xürrəmlər hərəkatda yatırılıb. Düzdür, xilafətin Azərbaycandakı hakimiyyətini zəiflətmiş və yaxud hakimiyyəti sarsılmışdı demək olar, amma son qoymuşdu demək olmaz. 30-cu illərdə də xilafətə qarşı mübarizə aparıb, burada da qeyd elədim 837. Ona görə bu da aiddir. Doğru cavab deyilir. 11-ci sual, deməli İran Zun-Aşur dövlətli ittifaq nəticəsinə daxil deyil. İttifaqın nəticələrinə daxil deyil. Bu ittifaq nəticəsində bilirsiniz ki, İranzu itirilmiş torpaqları geri qaytardı və Mannanı güclü dövlətə çevirdi. Ona görə də deməli baxırıq cavablara. A. Ölkə Aşurların hücumlarından qorundu, doğru. İranzu iki rəqiblə mübarizə aparmanın çətinliyi xilas oldu, doğru. Manna ərazisi heç bir zaman xarici hücumlara məruz qalmadı. Əlbəttə ki, doğru cavab budur. Niyə? Çünki bu məntiqsiz bir cavabdır. Çünki sonradan zaten Manna dövləti süqut edibsə, bu da xarici hücumlar nəticəsində olub. Ona görə də əlbəttə ki, xarici hücumlara son qoymaq mümkün deyil. İtirilmiş torpaqlar geri qaytarıldımı? Bəli. Manna özünü güclü müttəfiq qazandımı? Aşurun simasında bəli. Bunlar baş vermiş nəticələrdir, ittifaqın nəticələridir. Amma C yanlış ifadədir. Nəticəyə aidiyyatı yoxdur. 12-ci sual aşağıda verilənlər aiddir. Şimal ərazilərdə aparılmış tarixi tədqiqatlardır. Şimalda aparılmış tarixi tədqiqatlardır. Alban dövlətinin tarixini öyrənmək üçün mühüm rol oynayıb. Təbii ki, bu 1960-cı il tədqiqatlar ola bilməz. Bu Azıq anam bağlı olan tədqiqatlardır. Urmiya hövzəsində aparılmış qazıntılar ola bilməz, çünki o cənubdur. Məmməd Əli Hüseynov Azıq mağarası yenə ola bilməz. Bəli, doğru cavab deyilir. Mingəçevirdən 1940-cı illərdə aşkara çıxarılan mədəniyyət nümunələri məhz Albaniya dövlətinə aiddir. Qazakada cənubda olduğu üçün bu da olmaz. 13-cü sual. Atropatenov Albaniya dövlətlərinə aid oxşarlıq deyil. Eramızdan əvvəl mövcud olmaları ikisi də mövcud olub. Yadelli hücumlarına ikisi də məruz qalıb. Romaya qarşı ikisi də mübarizə aparıb. Parfiya ilə ikisi də həmsərhəd olub. Eradan əvvəl 1-ci minilliyin birinci yarısında heç biri yaranmayıb. Ona görə bu oxşarlıq deyil. Y cavabı doğru cavab. Gəldik 14-cü suala. Dünyada nadir olan çörək muzeyi yerləşirdi. Deməli 8000 il öncə aid taxıl növləri aşkar edilib və qədim yaşayış məskənləri yerləşir. Söhbət burada çörək muzeyindən əsasən biz anlayırıq ki, söhbət Ağdamdan gedir. Dünyada nadir muzeylərdən biri olan çörək muzeyi məhz bizim Ağdam şəhərimizdə yerləşirdi. Ermənilər tərəfindən dağıdılan, hal-hazırda bərpa olunmağa çalışılan Ağdamdan gedir söhbət. Doğru cavab C. 15-ci sual. Azərbaycan 15-ci əsrdə Səfəvilər dövləti ola bilməz. Səfəvilər dövləti 16-cı əsrdə yaranıb. Yəni dövlət olduğuna görə həmən 15-ci əsr nəzərə alıb bundan imtina edirik. Şirvanşahlar dövlətinin Səfəv dövlətindən yenə görürsünüz burada dövlət sözü var. C-də də dövlət sözü var. Bunlar olmaz. Elxanilər dövlətinin siyasi mərkəzi olması Təbrizin bu da olmaz. Çünki bu 13-14-cü əsrlərdə də baş verib və Şeyx Heydərin hakimiyyət uğrunda mübarizə aparması doğru cavab deyilir. Bəli, Şeyx Heydər Şeyx İsmailin, yəni bizim bildiyimiz Şah İsmailin atası olan Şeyx Heydər bilirsiniz ki, hakimiyyət uğrunda 15-ci əsrin sonlarında Şirvanşahlar və Ağqoyunlarla mübarizə aparıb. 16-cı sual. Yığıcılıq, süni suvarma, metal alətlər, ovçuluq, bağçılıq. Bunlardan hansı yaranmasından sonra, istehsal təsərrüfatının yaranmasından sonraki dövrdə meydana gəlib? Yəni, istehsal təsərrüfatı yaranmasından sonraki dövr, bu deməkdir ki, yığıcılıq istehsal təsərrüfatından əvvəl var idi, olmaz və ovçuluq da təbii ki, olmaz, çünki bunlar ilk məşğuliyyətlər sayılır. Süni suvarma, metal alətlər və bağçılıq 2-3-5 A cavabı doğru cavabdır. 17-ci sual. Xronoloji müəyyən edin. Marağa şəhəri, deməli, Marağa şəhəri Sacıoğlu tərəfindən paytaxta çevrilməsi 9-cu əsr. Afşinin rəhbərliyi etdi ərəb qoşunları tərəfindən Bəzz qalasının tutulması 837, yenə 9-cu əsr, amma bu birinci yarısıdır. Amma Sacıoğluların yaranması ikinci yarısıdır.
Ona görə də təbii ki, birinci Afşindən başlamalıyıq. Bir də üçüncü var, Azərbaycan torpaqlarının ilk ərəb ailələrinin köçürülməsi. Bu da bilirik ki, ərəblərin hakimiyyəti 7-ci əsrdən başlayır, 7-9 arası. Deməli, 7-ci əsri nəzərdə tutacaq. Deməli, ona görə də 3-2-1 ardıcıllığı ilə, yəni doğru cavab A olacaq. Sazilər dövlətinin zəifləməsinin səbəbi. Hökmdar Yusifin uğursuz daxili siyasəti. Xeyr. Ölkədə daxili çəkmələrin artması. Bəli, doğru cavab budur. Zaten kitabımızda da qeyd olunub ki, Sazilər dövlətinin zəifləməsi səbəbi, ən başlıca səbəbi daxili çəkmələrin artmasıdır. Digər cavablar yanlış cavablardır. Davam edək. Səlcuqlar dövlətinin fəth etməsinin nəticələrinə daxil deyil. Səlcuqların gəlişi nəticəsində biz bilirik ki, türk dili ortaq ünsiyyət dilinə çevrildi, vasitəsinə çevrildi. Mədəni həyatda canlanma baş verdi. Azərbaycan deməli vahid çəki ölçü sistemi tətbiq edildi. Ölkənin müdafiə qabiliyyəti artdı. Bunlar baş vermiş hadisələrdir. Burada doğru cavab C-dir. Aidiyyəti yoxdur. Niyə? Çünki Azərbaycanı ilk dəfə birləşdirən Sacilərdir. Bu da Səlcuqlardan əvvəl olub. Ona görə də doğru cavab C-dir. 20-ci sual uyğunluq pozulmuşdu, gözlənilmişdir. Gözlənilməyib daha doğrusu, yəni uyğunluq pozulub. Oğuz tayfaları yalnız Mərkəzi Asiyada məskunlaşıb. Bəli. Burada uyğunluq pozulub. Niyə? Çünki yalnız Mərkəzi Asiya yox. Məsələn, Azərbaycanda da Oğuz tayfaları məskunlaşıb, Kiçik Asiyada da məskunlaşıb. Ona görə də burada uyğunluq gözlənilməyib. Doğru cavab A-dır. Digər cavablarda uyğunluq pozulmayıb. Yəni uyğunluq gözlənilib. Oğuzların xaqan idarə edirdi. Oğuz haqqında rəvayət və əfsanələr Oğuznamədə toplanıb. Böyük Səlcuq imperiyası sultanlıqlara və atabəyliklərə parçalanıb. Oğuz boylarının öz nişanları, yəni dampaları var idi. 21-ci suala gəlirik. Yusif Səlcuqlu Atabəy dənzindən birləşdirilir. Yəni oxşarlıq, bu iki hökmdarın oxşarlığı. Böyük Səlcuq imperiyasının zəifləməsindən istifadə edərək müstəqil dövlət qurmaları heç bir aidiyyəti yoxdur. Azərbaycanı vahid dövlət tərkibində birləşdirməyə nail olması, bəli, oxşarlıq budur. Digərləri də yanlışdır təbii ki. Və açıq suallara keçirik. Təbriz şəhərinin inkişafına şərait yaratmışdır. Xilafətin canişinliyinin mərkəzinə çevrilməsi bu Bərdiyə aiddir. Uzun müddət müxtəlif dövlətlərin siyasi mərkəzi olması, bəli, 500 ilə yaxın dövlətlərimizin paytaxtı olub və ən qədim dövrdən bəri paytaxt ola bilməz zaten. Çünki orta əsrlərdə paytaxt şəhərə çevrilib. Karvan yolu üzərində yerləşmək də bu da inkişafına şərait yaradan səbəblərdəndir. Dolayısıyla 2 və 4 doğru cavabdır. 23-cü sual xronoloji ardıcıllıqdır. Şəkixan sarayı inşa edilib Şəkixanlığı yarananda, yəni bu il 18-ci əsr məntiqlə Cəlalilər dövləti meydana gəlib. Bizim kitabımızda olmasa da biz bilirik ki, Cəlalilərin adı Qara Yusiflə bağlı olan hissədə keçir. Bu da təxminən 14-15-ci əsr deməkdir. Qızılbaşların Gülüstan qalasının mühasirə alması, bu da bilirik ki, Şeyx İsmailə aid bir hadisədir. Təxminən Səfəvilər dövlətinin yarandığı bir dövrə təsadüf eləyir. Bu da təxminən 15-ci əsrin sonu, 16-cı əsrin əvvəlləri deməkdir. Bu məntiqlə əlbəttə ki, biz müəyyən edirik ki, burada cavab 2, 3 və 1 olmalıdır. 24-cü sual bizdən deməli 16-cı əsrdə Azərbaycanı birləşdirən dövlətimizin paytaxtını istəyir. O da ki, təbii ki, Səfəvilər dövlətidir və Səfəvi dövlətinin də ilk paytaxtı Təbriz 5 rəqəmi ilə işarələnmiş şəhərimizdir. Və nəhayət 25-ci sual uyğunluğu müəyyən edin sualıdır. Böyük Səlcuq imperiyası və Atabəylər dövləti əsası Azərbaycanın cənub torpaqlarında qoyulmuşdur. Heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə Böyük Səlcuqlu Azərbaycanda əsası qoyulmayıb, Mərkəzi Asiyada yaranıb, Atabəylər isə şimalda yaranıb. 12-ci yüzillikdə meydana gəlmişdi. Bu Atabəylər dövlətinə aiddir. Çünki Səlcuq imperiyası 11-ci əsrdə yaranıb. Avropa dövlətləri ilə mübarizədə zəifləmişdi. Bu Səlcuq imperiyasına aid ifadədir. Son hökmdarı Şəmsəddin Eldənizi də yenə heç birinə aiddir. Və Səlcuq bəy tərəfindən qurulmuşdu, yenə heç birinə aid deyil bu. Çünki bilirik ki, bu bizi aldada bilər Səlcuq bəy ifadəsi. Səlcuq bəy varisləri Səlcuq imperiyasını yaradıb. Ona görə də bu da yanlış bir ifadədir. Dolayısıyla burada cavab olur 1 olur C, 2 olur B. Beləliklə bu dərsimizdə başa çatmışdı uşaqlar. Mövzu bir daha xatırladıram, bu mövzu sınaq imtahanı 12-nin izahı idi. İnşallah növbəti sınaqlarda görüşənə qədər salamat qalın.